İkinin arası beton monolit olan bir dənə evin çəkilişinə gəlmişik. Evimiz 2 mərtəbəlidir. Tam qəşəng keyfiyyətlə, şəraitlə tikilmiş evdir. Qazı, işığı, suyu, hər bir şey daimdir. Kombisine kimi qoyulub dostlar. Paket kupçadır. Torpağın da evində kupçası var. İpoteka yararlıdır. Hal-hazırda gördüyünüz kimi kombimiz buradadır. Təzədir dostlar. Suyun içərisində qoyulub ton yarımlıq. Həyətlə maşın rahatlıqla daxil olunur. İndi keçəcək evin içinə tanış edəcəm. Evimiz çox keyfiyyətlə tikilmiş evimiz. Evin yan tarafından da anasını kesmeye de yeri var dostlar. Yani o böğürde 2 metrelik yer var o dibde. Orada da böyle gül seyret ekmek için dostlar. Paçık kupçadır. İpoteka yararlıdır. Girişte böyle bir kaldırma var be dostlar. İstipoldur. Burada bizim ev geniş bir şey. Qonaq otağımızdır. Həqiqətən genişdir. Çox gözəl evdir, səliqəli evdir. Qiyməti də münasib qiymətə dəyinizdə izləmiz. Bu birinci mərtəbəmizi burada sanuzemizdir. Aksesuarlar və asma tamamen bir şey yerindədir. Burada isə bizim bir geniş mətbəximiz dostlar. Mətbəximiz də sayılsa, bu evə 5 otaq demək olar dostlar. 5 otaq. Yəni, kərpislər tikilmişdir, kubikdir. Birinin 2 arası beton monolikdir. Qalsılıq 2-ci mərtəbəyə. Gördüğünüz kimi bir şey, işıqlı ev, gözəl işıqlı evdir. Hala da böyle istipoldu, istipol istemiyoruz da orayı burada. Bu sitede bizim bir şey böyle bir balkonumuz var. Etraf yaşayıştır bir şey. Ne dostlar? Tam etraflı sizin için. Ki, elə biləsiz ki, yani realda mahsus. Yukarıdan şimdi mərtəbənin sandıqlar və sanuzemizdir. Orada da aksesuarlar yerindədir. Burada yeni bir geniş spalnimizdir. Yani yatağı otağıdır dostlar. Burada ikinci geniş yatağı otağımızdır. Bu otağımız da bizim uşaq otağımız. Değerli dostlar, bu da körpələr üçün uşaq otağımız belə. Yani uşaq otağı nəzərinə tutulur. Çünki orada uşağın dəsti şkafıdır, oturacağı yer, vaxtda kravatsadır. Yəni tam aile için dostlar. Qiymət 130 minə deyilir dostlar. Torpağın evində kupçası olan 4 otaqlı paket kupçalı evin təqdimatına apardım. Qiyməti 130 minə deyilir. İnşallah real alıcının qəşəng danışıb, real da danışmaq olur. Allah alanı satanına xeyir versin. Sağ olun, var mı?